Bismillahirrahmanirrahim. Hər birinizi xoş gördük, əziz dostlar, gözəl insanlar. Mən Quluzadə Ağaxan. Hər birinizə bu videonu, bu dərsi izlədiyiniz üçün təşəkkür edirəm. Əzizlər, biz mübarək Ramazan ayından etibarən bu dərsləri başlatdıq və hər həftənin cümə axşamı günləri YouTube kanalımızda Qur'an-ı Kərimin ərəbcədən düzgün təcvidlə oxunuşu mövzusunda dərslər çəkib paylaşırıq. Sizlərin xidmətinizdəyik. Bu gözəl işdə Qur'an-ı Kərimi öyrənmə, oxuma qaydalarını öyrənmə işində sizlərə vasitəçi olmaq bizim üçün çox xoşdur və sizdən də istəyimiz budur ki, bu dərslərimizə dəstək olun, bəyənin və Qur'an-ı Kərimi öyrənmək istəyən, öyrənməyə başlamaq istəyən dostlarınızla, tanışlarınızla paylaşın ki, siz də çox gözəl və xeyirli bir işə vəsilə olasınız Allahın izni ilə. Bəli, üçüncü dəstəyi və hərfləri davam etdiririk. Artıq çox az bir müddət qalıb hərfləri bitirməyimizə və hər birinizdən hərflər dərslərinə xüsusi diqqət xahiş edirəm. Çünki hərflər elə bir mövzudur ki, onlarda zəif olduqdan sonra digər bütün mövzuları çox güclü də bilsəniz, hərfləri zəif bilsəniz, siz elə bil ki, heç nə öyrənməmisiniz. Çünki bu dərslərimiz hərflərdən təşkil olunub və ən xüsusi bir diqqətlə öyrənilməli və əzbər yadda saxlanılmalı dərslərdir. Başlayaq Allahın izni ilə. Ərəb əlifbasının ardıcıl gəldikdə 16-cı hərfi ta hərfidir. Bir hərfi yadınıza salaq. Yadınıza gəlirsə biz birinci dərsimizdə belə bir hərf keçmişdik. Bu hərfin adı deməli oldu nə? T hərfi. Deməli bu hərfin adı oldu T. Biz ilk dərslərimizdən etibarən deyirik ki, hərfləri hansı qayda ilə yazırıqsa, həmin qayda ilə tələffüz edin ki, bu gələcək qiraətlərdə sizin üçün asanlıq yaradır. İndi isə keçdiyimiz hərf ta hərfidir və onu qeyd edeyim ki, biz hərflərin məxrəcləri və necə səslənmələri barəsində hələ ki bir məlumat vermirik ki, hərflərin ilkin öyrənilməsi sizin üçün rahat olsun. Amma hərfləri bitirdiyimizdə biz bu hərflərin düzgün tələffüz qaydasını inşallah sizlərə öyrədəcəyik. Hərflərin məxrəcləri mövzusunda sizlərə dərslərimiz olacaq. Amma hələ ki yalnız bununla kifayətlənirik ki, hərfləri hansı qayda ilə yazırıqsa adlarını çalışın ki, həmin qayda ilə tələffüz edəsiniz. Bəli. Keçək ta hərfinə. Ta hərfinin sərbəst forması bu cürdür. Bismillah. Təqribən bu formada yazılır. Sərbəst gəldikdə ta hərfi bu cür yazılır. Sözün əvvəlində gəldikdə ta hərfi bu qayda ilə yazılır. Özündən sonra gələn hərfə birləşməsi üçün bir ədəd çıxıntısı. Sözün ortasında gəldikdə ta hərfi deməli bu qayda ilə yazılır. Həm özündən əvvəl, həm də özündən sonra gələn hərfə birləşməsi üçün 2 ədəd çıxıntısı var və sözün sonunda gələn ta hərfi bu qayda ilə yazılır. Özündən əvvəl gələn hərfə birləşməsi üçün bir ədəd çıxıntısı var.
Bu oldu ta hərfinin yazılış qaydası. İndi isə keçək növbəti hərfə. Ərəb əlifbasının deməli 17-ci hərfi oldu za hərfi. Za hərfi ilə ta hərfinin əsas möhtəva formaları eynidir. Sadəcə za hərfinin üstündə bir ədəd nöqtəsi var. İnşallah yazaq və sizlərə də göstərək. Za hərfinin sərbəst forması bu cürdür. Eyni ilə ta hərfi kimi yazılır. Sadəcə üstündə bir ədəd nöqtəsi var. Za hərfi sözün əvvəlində gəldikdə bu qayda ilə yazılır. Sadəcə üstündə bir ədəd nöqtəsi. Sözün ortasında gələn za hərfi bu cür yazılır bir nöqtə ilə və sözün sonunda gələn za hərfi bu cür yazılır üstündə bir ədəd nöqtəsi ilə. Və çalışın ki, bir qeydi nəzərinizə çatdırım. Hərfləri ərəbcədən ki, yazma tapşırığını veririk. Bu çox vacibdir. Yazarkən hərfləri sağdan başlayıb sola doğru yazın. Bu bir qədər düzdür, çətin olar ilk başlayanda. Amma məşq elətdirdikcə asanlaşır və vacibdir ki, ərəb əlifbasında ümumiyyətcə həm yazarkən, həm oxuyarkən mütləq şəkildə sağdan sola doğru yazmalı və oxumalısınız. Ərəb əlifbasının 18-ci hərfi rayn hərfidir. Rayn hərfi Azərbaycan dilində olmayan bir hərfdir və bunun tələffüzü barədə çox danışmırıq. İnşallah gələcəkdə hərflərin məxrəcləri adlı dərslərimizdə bu hərfin tələffüzünə xüsusi toxunacağıq. Sadəcə indi bunu deyirəm ki, rayn hərfini tələffüz edərkən boğazın ortası, yəni xülqum olan hissə bir qədər sıxılır və tam qalın da yox, tam incə də yox, bu ikisinin ortasında bir formada tələffüz olunur və ciddi məşq tələb edən bir hərfdir rayn hərfi. Rayn hərfi sərbəst formada bu cür yazılır. Rayn hərfinin sərbəst forması bu cürdür. Sözün əvvəlində gəldikdə bu qayda ilə yazılır. Özündən sonra gələn hərfə birləşməsi üçün bir ədəd çıxıntısı. Sözün ortasında gəldikdə bu cür yazılır və sözün sonunda gələn rayn hərfi də bu cür yazılır. Bəli, bu da oldu rayn hərfinin sərbəst sözün əvvəlində, sözün ortasında və sözün sonunda olan yazılış formaları. Ərəb əlifbasının 19-cu hərfi qayn hərfidir. Qayn hərfi eyni ilə rayn hərfi kimi yazılır, sadəcə bir ədəd nöqtə ilə fərqlənir. Qayn hərfinin sərbəst forması bu cürdür, üstündə nöqtə ilə. Sözün əvvəlində gələn qayn hərfi bu cür yazılır, nöqtə ilə. Sözün ortasında gələn qayn hərfi eyni ilə ayn hərfi kimi yazılır, nöqtə ilə və sözün sonunda da yenə həmin qayda ilə. Bir ədəd nöqtəsi. Bu da oldu qayn hərfinin yazılış formaları. Deməli, ta, za, rayn və qayn hərfləri. Ta hərfi ilə za hərfi eynidir. Za hərfinin üstündə bir ədəd nöqtəsi var.
Rayn hərfi ilə də qayn hərfi eynidir, yəni yazılışları eynidir. Sadəcə qayn hərfinin üstündə nöqtəsi var, rayn hərfi isə nöqtəsizdir. Bu cür qaydaları yadda saxlamaqla daha asan əzbərləyə bilərsiniz. Ərəb əlifbasının deməli aşağı gətirim. Həm də mənim üçün. Ərəb əlifbasının deməli 20-ci hərfi oldu fə hərfi. Fə hərfinin sərbəst forması bu cürdür. Bu qayda ilə yazılır və üstündə bir ədəd nöqtə ilə. Fə hərfi sözün əvvəlində gələrkən bu cür yazılır. Sözün ortasında gəldikdə bu cür yazılır və sözün sonunda gəldikdə fə hərfi bu qayda ilə yazılır. Diqqət edin. Sözün əvvəlində gəldikdə özündən sonrakı hərfə birləşməsi üçün bir ədəd çıxıntı, sözün ortasında gəldikdə iki yana birləşməsi üçün 2 dənə çıxıntı və sözün sonunda birləşməsi üçün də sözün sonunda gəldikdə özündən əvvəlki hərfə birləşməsi üçün də bir ədəd çıxıntısı. Bəli. Ərəb əlifbasının 21-ci hərfi qaf hərfidir. Qaf hərfi ilə fə hərfi yazılışda bir qədər oxşayır, amma 2 dənə fərqi var. İndi yazaq, görək. Qaf hərfinin sərbəst forması bu cür yazılır. Baxın, əsas forma eynidir, amma fə hərfi bir qədər qarın hissəsi düz yazılır. Qaf hərfinin isə loru dildə desək, qarın hissəsi əyri yazılır və fə hərfinin bir nöqtəsi, qaf hərfinin isə 2 ədəd nöqtəsi var. Qaf hərfi sözün əvvəlində gəldikdə bu cür, sözün ortasında gəldikdə bu cür, 2 nöqtə üstündə və sözün sonunda gəldikdə də bu qayda ilə yazılır, 2 dənə nöqtə üstündə. Bəli, bu da oldu qaf hərfi, yazılış qaydası. Ərəb əlifbasının 22-ci hərfi kəf hərfidir. Onun da yazılışını göstərək. Kəf hərfi sərbəst formada olduqda bu cür yazılır. Belə gəlir və ortasında belə bir işarə ilə. Bu, kəf hərfinin sərbəst formasıdır. Kəf hərfinin sözün əvvəlində gələn forması bu cür yazılır. Sözün ortasında gəldikdə özünün əvvəlki hərfə birləşməsi üçün belə bir çıxıntısı və özündən sonra gələn hərfə birləşməsi üçün 2 dənə çıxıntı var və sözün sonunda gəldikdə də kəf hərfinin özündən əvvəlki hərfə birləşməsi üçün belə bir çıxıntı və hərfin sərbəst forması üzərində də belə bir işarə. Bu da oldu kəf hərfinin yazılış formaları. Ərəb əlifbasının 23-cü hərfi və bu dərsimizdə izah etdiyimiz son hərfi isə ləm hərfidir. Mən təkrar bu məsələyə diqqət çəkirəm, çünki vacibliyini bilirəm. Biz bu hərfləri, baxın, yenə deyirəm, hansı qayda ilə yazırıqsa, həmin qayda ilə tələffüz etməyə çox diqqət göstərin. Misal üçün, ləm hərfinə lam deyirlər, qayn hərfinə qəyn deyirlər, ayn hərfinə ayn deyirlər. Bu düzgün deyil və gələcəkdə Allah qoysa Quran qiraətinə başladıqda sizin üçün çətinlik yarada bilər. Ləm hərfinin sərbəst forması bu qayda ilə yazılır.
sərbəst forması bu cürdür və diqqət etdikdə Azərbaycan dilində misal üçün ləm hərfini ləm deyirəm, l hərfini Azərbaycan dilində misal üçün belə yazmırıq böyüklüyünü. Onun bir qədər tərsi əks istiqamətdə olan formasına bənzəyir. Ləm hərfi ləm hərfi sərbəst formada bu cür yazılır. Sözün əvvəlində gəldikdə deməli bu qayda ilə yazılır. Bu bir qədər əyri oldu, amma əslində düz olmalıdır. Səhvliklə əyri yazdım. Ləm hərfi sözün ortasında gəldikdə bu qayda ilə yazılır. Özündən həm əvvələ, həm də sonraya bir ədəd çıxıntıları var və ləm hərfi deməli sözün sonunda bu qayda ilə yazılır. Bir ədəd özündən əvvələ gələn hərfə birləşməsi üçün bir ədəd belə bir çıxıntısı. Bəli, əziz dostlar, deməli 3-cü dərsimizdə də bu hərfləri öyrəndik və sizdən əsas tapşırığımız da bundan ibarətdir ki, bu hərflərin hər bir formasını bir dəftər tutmaqla bir dəftər tutursunuz və bu hərflərin bütün formalarını ən azı bir sətr. Ən azı bir sətr, çox olsa lap əla olar, amma ən azı bir sətr yazırsınız ki, mümkün qədər mənimsəyə biləsiniz və yazmağın əhəmiyyətini göz ardı eləməyin. Həqiqətən də yazaraq öyrənmək çox xüsusi bir təsirə malikdir. 3-cü dərsimiz də burada yekunlaşdı. Gələn dərslərimizdə görüşərik inşallah. Sağ olun, salamat qalın.